Heç olubmu ki, kimsə sizə hörmətsizlik etsin və ya mənfi davranış göstərsin? Bu vəziyyətdə ilk ağla gələn reaksiya adətən belə olur. Cavabını verməliyəm. Amma bu ən yaxşı yoldurmu? Allah Taala Quranda buyurur: "Və la testawil hasanatu ve's-seyyi'atu idfa' billati hiya ahsanu fa iza'llazi beyneke ve beynehu adawatun ka'annahu veliyyun hamim." Yaxşı iş ilə pis iş əsla bir deyil. Ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən elə dəyişər ki, sanki yaxın dost və qohumundur. İndi sual budur. Necə ola bilər ki, bizə pislik edən birinə yaxşılıqla cavab verək? Bəlkə də bu cavab içimizdə gizlidir. Özümüzə sual verək. Biz sakitlik və münasibətlərin düzəlməsini istəyirik, yoxsa sadəcə qisas almaq istəyirik? Əgər bu ayəyə əməl etsək, biz düşmənçiliyi sevgi və yaxşılıqla əvəz edən insanlar olarıq. Hətta bizdən uzaqlaşanlar belə bir gün sevgi ilə bizə yaxınlaşarlar.